Sayğacımız koddadır, indi onu koddan çıxaracaq. Böyle basanda alarm yazır, görürsünüz bağlıdır hal-hazırda. Sadəcə qazı bağlamaq lazımdır. Karta 1 manat, minimum 1 manat yükləmək lazımdır. Sonra bunu taxırıq. Gözləyirik, belə rəqəmlər gələcək. Bu düyməni basıb saxlayırıq. Gözləyirik. Saniyənin bitməsini gözləyirik. Kartı çıxarmadan gözləyirsiniz və bu saniyələr bitmək üzrədir. Amma yaddan çıxarmayın ki, qazı əsas liniyadan bağlamaq lazımdır. Budur, saniyələr bitir. Səs gəlir. Demək olar ki, sayğacımız aktivdir. Tamam, indi çıxartmaq olar. Hazır.